Lakanik bir çıxış eləsin inşallah. Lakanik olsun. Salam, hər vaxtınız xeyir olsun, əziz tədbir iştirakçılarına, dəyərli şəhid ailələri, dəyərli qardaşlarımız, qazilərimiz. Nərgiz bacı, Allah səbir versin, Allah balanın ruhunu şad eləsin, bütün cümlə şəhidlərimizin ruhunu şad eləsin, məkanı zəmət eləsin. Qazilərimizə şəfa diləyirik. Bugün biz sənin balan da bizim balamızdır, qardaşımızdır. Anım cümlə gəlmişik, Allah səbir versin. Mən də öz növbəmdə istəyərdim ki, bir dənə şiir oxuyum. Milyon yerdən parçalandı ürəyim, ağrısına dözmək olmur, ay həkim. Yanar tonqal qalayıblar sinəmdə, ateşini gəlsən söndür, ay həkim. Təzyiq düşür, gahda qalxır bilmirəm, diz ağrıyır, qulaq çardı görmürəm. Nə bəladır, əcəl gəlir ölmürəm, canan yaşda qocalmışam, ay həkim. Soruşursan dərdin nədir, dinləsən, yar köksümü gəl qəlbimi dinləsən, ürəyimi başqasına verməsən, gücü çatmaz ürəyimə, ay həkim. Şəfalı əlinlə toxun qəlbimə, bir fərahlıq gətir xəstə könlümə. Qadan alım, biz deyilsə incimə, qutar məni bu zillətdən, ay həkim. Xəstələrin ümid yeri gümanı, hər kəs edir sizə xeyir duanı. Xilas etdiniz neçə yaşlı, cavanı, Allah sizi var eləsin, ay həkim. Allah sizi var eləsin, ay həkim. Nərgiz bacı, sən özün o əllərinlə neçə cana mərhəm edin, neçə insana sağlamlıq bəxş edin, həyat bəxş edin. Tanrım da buna görə məncə sizi mükafatlandırdı, sənin balanı cənnətə qonaq elədi. Yəni, ən uca zirvəyə qonaq elədi. Allah səbir versin. Sağ olun. Çox sağ olun.